Növbəti dövrdə innovativ yanaşmalar və müştəri məmnuniyyətinə əsaslanan dəyişikliklərlə sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək. Bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev, büronun 2025-ci ildə icra olunan strateji layihələr üzrə hesabatının təqdimatında bildirib. Onun sözlərinə görə Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir və bu potensialın reallaşdırılması istiqamətində zəruri tədbirlər ardıcıl davam etdirilir. İcbari sığorta sektorunun potensialı böyükdür və İcbari Sığorta Bürosu həmin potensialın reallaşması adına əsas məqsədi icbari sığorta sisteminin dayanıqlığını təmin etmək, sığorta olunanlar və üçüncü şəxslərin maraqlarını qorumaqdır. İslahatların aparılmasında, bu işlərin görülməsində bizim həm strateji layihələrimiz, həm islahatlarımız, həm yeniliklərimiz davam edir. Azərbaycanda icbari sığorta mexanizmi çərçivəsində sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb. Daşınmaz əmlakın istismarı ilə bağlı qüvvədə olan icbari sığorta üzrə şəhadətnamələrin sayı 22 min, daşınmaz əmlakın icbari sığortası üzrə isə 192.355 olub. İcbari Sığorta Bürosunun rəqəmsal həllərin inkişafı departamentinin rəhbəri İslam İsmailov 4 yeni elektronluq xidmətə də diqqət çəkdi. Bonus mal səmsalı üzrə, radar cərimələri üzrə, forma 4 üzrə, həmən sorğuların təhlili onları elektron formata çevrilməsi üçün imkan yaratmışdı və sığortalılar şəxsi kabinetdə MyGov login vasitəsindən istifadə edərək büroya operativ, vaxt itirmədən sorğu göndərə bilirlər. Bu elektronlaşma, rəqəmsallaşmanın davamı olaraq onlara vaxt qazandırır, həm də operativ cavablarını almasına, həmçinin onlarda baş vermiş suallara cavab tapmasına kömək edir. İcbari Sığorta Bürosunun 2025-2027-ci illər üzrə inkişaf strategiyası üzrə 14 təşəbbüs və 66 fəaliyyət nəzərdə tutulub. 2025-ci il üzrə 7 fəaliyyət üzrə işlər yekunlaşdırılıb. 39 fəaliyyət üzrə isə işlərin icrası davam edildiyi məsələsinə də toxunulub.